Belə bir deyim var. Bir nəfərin həyatını xilas eləyən bütün bəşəriyyətin həyatını xilas eləmiş olur. Müharibədə kimisi silahı ilə, kimisi beyni ilə, kimisi də qızıl əlcəkləri ilə mübarizə aparır. Söhbət həkimlərimizdən gedir. Studiyamızın digər qonağı da var və keçid almaq istəyirəm qonaqlarımıza. Vətən müharibəsi iştirakçısı, tibb elmləri doktoru, dəyərli doktorumuz, həkimimiz Mübariz Ağayev. Eyni zamanda digər qonağımız Vətən müharibəsi iştirakçısı və qazisi Novruz Bədəlov. Hər ikiniz xoş gəlmişsiniz, salamlayırıq sizi. Həmən müharibənin eyni günlərini yenidən sanki yaşayırıq və ilk növbədə sözü vermək istəyirəm Mübariz bəyə. Mübariz bəy, necə oldu ki, müharibə yolu göründü sizə? Təşəkkür edirəm dəvətiniz üçün. Məlum olduğu kimi 2020-ci il sentyabr ayının 27-sin ölkə prezidentinin xalqa müraciəti ilə açdıq. Bu yağı düşmənimiz Ermənistan silahlı qüvvələrinin müxtəlif odlu silahlarla, eyni zamanda ağır texnika ilə bizim işğaldan hazırki azad olunmuş ərazilərimizə hücumlara keçdilər. Bununla bağlı Ali Baş Komandanın tapşırığı ilə ölkə əhalisi demək olar ki, tam səfərbər olmağa başladı. Açığını deyim ki, biz həkimlər də ilk olaraq mülki həkimlər, mən o zaman təbibdə çalışırdım, təbibdə tibbi koordinasiya şöbəsinin müdürüydüm. Və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinin, eyni zamanda təbibin rəhbərliyi ilə xüsusi qərargah yaradıldı. Bununla bağlı həmin qərargahında bir üzvü mən oldum, keçmiş hərbisi kimi. Başladıq biz ilk öncə 27 sentyabrdan mülki həkim briqadaları formalaşdırmağa. Bir gecədə artıq biz 27-si axşam 14 briqada cəbhəyanı bölgələrə həkimlərə ezam etdik. Könüllü həkimlərdir bizdə, təbii ki. Hamı öz istəyinə uyğun, arzusuna uyğun gəlirdi. Məcburi heç bir şey yox idi. Hətta ardı arası kəsilmirdi ötən növbəti günlərdə. Səhv eləmirəmsə, hətta Türkiyədən, başqa dövlətlərdən həkimlərimiz vardı ki, işini dondurup gəlmişdilər. Türkiyədən mərhələli şəkildə 90-a yaxın yüksək peşəkar həkimlər, müxtəlif ixtisaslardan olan həkimlər, bəli, o vaxtı ölkəyə gəldilər və cəbhə boyu birinci, ikinci, üçüncü səviyyəli xəstəxanalara bölündülər. Onu da nəzərə çatdırım ki, o vaxt rəhbərliyin tapşırığına uyğun olaraq öncədən planlanmış şəkildə bizim maddi texniki bazası daha zəngin olan cəbhəyanı xəstəxanalarımız, eyni zamanda cəbhədən kənarda olan xəstəxanalarımız tam formalaşdı. Həm maddi texniki bazamla, həm təchizatla, həm dərman preparatlarla, həm sarğı materiallarla, eyni zamanda implantlarla, travmatoloji implantlarla təchiz olundu. Və ilkin olaraq birinci, ikinci səviyyə bölünməyə başladı. Bunların hamısı ümumilikdə 43 hospital tipli xəstəxanamız fəaliyyət göstərdi. Ölkə üzrə? Ölkə üzrə biz mülki 43 hospital. 43 hospital. Böyük rəqəmlərdir. Qısa zamanda, bəli. 10 mindən yuxarı xəstəyə xidmət, yararlı xidmət edə biləcək müəssisələrimiz formalaşdı qısa bir zamanda. Və bu xəstəxanalarda, hospital tipli xəstəxanalarda birinci səviyyəli xəstəxana cəbhə boyu xəstəxanalardır. O zaman Füzuli, Goranboy, o tərəfdən Naftalan, Beyləqan, tərəfdən Daşkəsən, Saatlı ikinci səviyyəli xəstəxana sayılırdı. Mən indi onlara ardıcıl gələcəm. Gədəbəy. Bu xəstəxana birinci səviyyə, yəni cəbhə bölgəsinə daha yaxın xəstəxanalar seçildi. Ən birinci, ilkin müdaxilə. Bəli, ilk yardım, bəli, ilkin olaraq yaralıya yardım göstəriləndən sonra o xəstəxanalardan xəstələr, məhz bizim işimiz də vaxt o idi ki, triyaj olunurdu xəstəxanalar, növbəti ikinci etap, yəni ikinci səviyyəli xəstəxanalara köçürüldü. O vaxt yanında sizin dediyi Saatlı vardı, Şirvan xəstəxanası vardı, digər tərəf istiqamətlər, Gəncə istiqamətlər, Şəmkir vardı, Göygöl vardı. Bu xəstəxanalar artıq həm personal cəhətdən tam formalaşdırıldı, istər xəstəxana daxili personal, istər kənardan cəlb etdiyimiz, yəni könüllü həkim briqadalar formalaşdı, mükəmməl briqadalar, ixtisaslaşmış briqadalar, həm bunun tərkibində cərrah, revmatoloq, travmatoloq, neyrozərrah, uroloqa qədər həmin briqadaların tərkibində fəaliyyət göstərir. Bütün ixtisaslar üzrə həkimlər var. Mənə ən maraqlı məqam nədir, Mübariz bəy? Dediniz ki, birinci, ikinci, üçüncü səviyyəli xəstəxanalar, birinci səviyyəlilər, yəni cəbhə xəttinə ən yaxın olanlar idi. Mən xatırlayıram,
ilk cəbhəyə gedişimi həmin vaxt sentyabrın 29-30 aralığı idi. Biz gəldik Əhmədbəyli istiqamətində və orada palçıqlanmış, maskalanmış tibbi yardım avtomobillərini görürdük. Necə maneəli bir yolda, necə böyük bir sürətlə 150-160 km/saat bəlkə olardı. Böyük bir sürətlə onlar necə hərəkət edirdilər və dərhal postpatrul xidməti yolu boşaldırdı, digər tərəfdən dövlət yol polisi onu görürdüsə qarşısına keçirdi, dərhal onu ardınca aparırdı, yolu açırdı və s. Böyük bir canfəşanlıq vardı elə mülki insanlar tərəfindən, yerli əhali tərəfindən. Mənə maraqlısı nədir? Xüsusilə də o həmin xəstəxanalarda deyək ki, yüksək rütbə, yüksək vəzifədə çalışan şəxslər var idi. Ehtimal var idimi ki, Gəncəni vuran düşmən, Bərdəni vuran düşmən xəstəxanalarımızı da vura bilərdi? Hətta mən bir şey deyim sizə ki, o zaman o dediyiniz məsələ ilə bağlı Bərdə xəstəxanası hədəf alınmışdı. Bərdə xəstəxanasına yaxın bir üstə, yəqin ki, orada 5 ailə xəsarət aldı. O yağı düşmən oranı hədəf almışdı. Xoşbəxtlikdən xəstəxana alınmamışdı. Yəni onların planları boşa çıxdı. Bizim hərbi Hava hücumundan müdafiə sistemi. Bəli, hava hücumundan müdafiə sisteminin sayılığı nəticəsində. Təbii ki, bu Ali Baş komandanımızın Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu işlər demək olar ki, tam qaydasında getdi sonraki günlərdə. Yəni siz ona görə arxayın idiniz ki, raket hücumundan müdafiə və hava hücumundan müdafiə qoşunları bölgədə idi, ərazidə idi və maksimum şəkildə həmin istiqaməti hava məkanını qapadırdılar. Qapadılmışdı. Eyni zamanda digər istiqamətlərdə də bilirsiniz də o vaxtda tam ölkə əhalisi, bütün struktur bölmələr, aidiyyəti bölmələrdən gücləndirilmiş iş rejimində. Gücləndirilmiş iş rejimində ayıq-sayıq formadaydı hər biri. Ona görə tam arxayın. Əslində qalsa, belə deyək də, bizim qalibiyyətimizin bir əsas başlıca amili dəmir yumruq, Cənab Prezidentin dediyi kimi dəmir yumruq siyasəti idi. Hamı səfərbər oldu. Bizim belə deyək də, ağ xalatlı gözə görünməz qəhrəmanlarımız da həmin o dəmir yumruğun bir, necə deyim, bir hissəsi, bir zərrəciyi oldu həmin vaxt. İlk əməliyyatınız yadınızdadır? Mən açıq deyim ki, o vaxtı 27 sentyabrda gecə saatlarında rəhbərliyin tapşırığına olaraq indiki Elmi Cərrahi Mərkəzinə biz toplaşdıq. Növbəti gün artıq qərargah yaradıldı. Orada olan briqadalar formalaşdırdı. Növbəti günlərdə iş o qədər gecə-gündüz yoxduq. Biz axşamlar da evə getmək yoxdu, hələ Bakıda olduğumuz vaxtda. Briqadaların çatdı, hər an yol boyu danışılırdı. Təchizatla, təminatla bağlı bizim tibbi sərfiyyatdan gedir söhbət. Onlarla bağlı mütəmmədi əlaqələrimiz vardı. Amma briqadalar tam formalaşandan sonra 115 briqada ümumilikdə formalaşmışdı. Ümumilikdə 1500-ə yaxın tibbi personal, şəxsi heyət formalaşmışdı. Könüllü idi. Təbii ki, qarşısını bəzən ala bilmirdi. İçərilərində deyim ki, isə xanımlar da vardı. Müraciət edən, təkidlə müraciət edənlər vardı ki, mən getmək istəyirəm, bəli, iştirak etmək istəyirəm. Növbəti günlərdə biz artıq xəstəxanalar, birinci səviyyəli xəstəxanalar, ikinci, üçüncü səviyyəli xəstəxanalara ezamlara başladıq. Rəhbərin tapşırığına olaraq. Həm orada təminatla bağlı, həm tibbi belə deyək, müalicə prosedurlarla bağlı, eyni zamanda xəstələrin triyaj olunması ilə bağlı, ağır xəstələr artıq bu səviyyəyə uyğun deyilsə, digər ikinci, üçüncü səviyyəli xəstəxanalara köçürülürdü. Yəni, bu işlərlə məşğul olmuşuq bizim bu 44 günlük müharibədə, amma bizim mənlə çiyin-çiyinə çalışan əməkdaşlar, qərargahın üzvləri bütün planlı şəkildə qrafik üzrə 44 gün müharibə döndü. Hətta 44 gün yox deməzdim, sonraki dövrlərdə bizim yaradılarımız kifayət qədər vardı xəstəxanalarda. 2 aya qədər davam edən bir işlərimiz də oldu. Yoğun trafik var idi. Bəli, yoğun trafik vardı, amma hansı ki, Cənab Prezidentin elanlədiyi kimi 8 noyabrda o qələbə xəbəri, o bütün bizim yaraları sağaltdı. Bütün yaralıları da sağaltdı və bizim də oradakı əməyimiz, yəni yorğunluğumuz tamamilə çıxdı, yaddan çıxdı. Ruhən. Çox da belə qürurluydu hər bir kəs. Hətta bizdə o vaxt həkimlərin bir qismi planlı şəkildə 15 gün, 20 gün ki, ezam olunursunuz, 20 gündən sonra qayıdın evə, ailəyə falan. Bizim elə həkimlərimiz var ki, biz Şuşada bayrağı sazmasaq, mənim əzbər yadımda da həmin həkimlərin adı, familiyası. Çünki o vaxt o koordinasiyada, həmin o koordinasiyada olduğum üçün yadımda qalıbdır. Həmin həkimlərin, hətta ad familiyası da yadımda qalıbdır. Harada çalışdılar da yadımda qalıbdır.
Təşəkkür edirəm. Birazdan söhbətimizə geri qayıdacağıq. Keçid almaq istəyirəm növbəti qonağımıza, Vətən müharibəsi iştirakçısı qazimiz Novruz Bədəlova. Xoş gəlmisiniz. Xoş gördük. İlk öncə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Mən Bələdov Novruz Kamiloğlu, ehtiyatda olan leytenant, Vətən müharibəsi iştirakçısı və Vətən müharibəsi qazisi. Biz müharibə başlamamışdan öncə artıq Tovuz döyüşlərindən sonra artıq bilirdik ki, biz nəsə olma ehtimalı yüksəkdir. Çünki bizim mənfur qonşumuz öz təxribatlarından geri qalmırdı. Və biz hər dəfə hərbi hissədə, dərslərdə, təlimlərdə, məşğələlərdə yüksək həvəslə təlim keçirdik əsgərlərimizə, özümüz təlim keçirdik ki, gələcək olan müharibə qaçınılmazdır və bu müharibədə biz layiqli şəkildə fəaliyyət göstərə bilək. Qismət oldu, Cənab Ali Başkomandanın əmri ilə əks hücum əməliyyatı başladı, hansı ki, yenə mənfur qonşumuzun təxribatı nəticəsində hücum olundu və ondan sonra biz bütün cəbhə boyu istiqamətlərdə əks hücum əməliyyatlarına başladıq. Bizim də istiqamətimiz Füzuli istiqaməti idi, hansı ki, həddindən artıq ağır döyüşlər getdi. Bizim bölməmizdən 19 nəfər qardaşımızı şəhid verdik. Bunu 44 gün müharibə ərzində. Allah bütün şəhidlərimizə amin inşallah. Yəni, ən balacamız bizim əskərimiz vardı, Musayev Murad adında, hansı ki 18 yaşında, yəni ən kiçiyimiz elə oydu. Mən Muradın bir ürəyindən, qorxmazlığından danışmaq istəyirəm ki, hansı ki Murad daraqları tez dəyişmək üçün zalent demək lazım idi. Biz daraqları yığdıq, zalent demək götürəndən sonra 2 dənə bir dəst silahın mağazinləri hansı ki çatmırdı. Soruşdum kimdədir, sonra da Murad yaxınlaşır, bəs komandir məndədir. Dedim ki, Murad, bəs niyə vermirsən ki, bunu zalent deyək ki, hansı ki tez dəyişmək üçün döyüş atış zamanı deyir, komandir, dedim yəqin mənə çatmaz, məni sonra döyüş aparmasız, mən qalaram arxada. Yəni bizim belə cəsarətli, qorxmaz əskərlərimiz var idi. Muradın o sanki o uğrayıb özündə saxlayıb ki, elə bir şey idi ki, yəni bilsiz əskər fikirləşirdi ki, bəlkə məni aparmazlar, mən geridə qalaram. Yəni bizim əskərlərimiz, bizim hərbiçilərimiz heç biri geridə qalmaq istəmirdi. Hamı düşmən üzərinə getmək istəyirdi. Çünki 30 illik bizim yaramız var idi. Həsrətimiz var idi. Biz həsrətlə yanırdıq. Biz belə deyim, düşmənə nifrətlə böyümüşdük. Biz artıq Qarabağı azad görmək istəyirdik. Bir məqama toxunmaq istəyirəm. Dediniz Füzuli istiqamətində başlamısınız və heç kimə də sir deyil ki, elə ən ağır döyüşlər, ilkin mərhələ və mən deyərdim ki, düşmənin belini birinci Füzulidə qırdıq. Xüsusilə Qaraxanbəyli istiqaməti, daha sonra orada əfsanəvi taborun fəaliyyəti və s. Elə artilleriyamız necə bir hiss idi Füzulidə döyüşə başlamaq? İlk hiss belə deyim də, səhər-səhər tezdən artıq bizim artilleriyamız 2 mərmiləri atanda, yəni orada olan bizim şəxsiyyətimiz o sevincləri burada mən ifadə edə bilmirəm. Yəni həddindən artıq çox sevinirdik. Sanki müharibəyə yox, biz toya bayrama gedirdik. Bu bizim belə bir şeydir. Hamı sevinir, bir-birini qucaqlayır ki, artıq başladı və biz torpaqlarımızı azad eləməyə gedəcəyik. Mən hətta öz şəxsiyyətimizi mən mexanikləşdirilmiş bölmədə idim. Hansı ki, BMP-lərin üzərində hərəkət edəcəkdik. BMP-lərlə. Artıq mən Piyadaların döyüş maşınları ilə. Piyadaların döyüş maşınları ilə, bəli. Mən şəxsiyyəti sığınacaqdan maşınlara komandası verəndə şəxsiyyət sevinə-sevinə, gülə-gülə, maşınlara o surətlə getdilər ki, sanki bir yarışmaya qoşulurlar, yarışa gedirlər. Sanki mən qalaram geridə, məni aparmazlar deyirlər. Yəni döyüş meydanına bu şəkildə gedirdi bizim şəxsiyyətimiz. Sevinç çox böyükdü, həddindən artıq böyükdü. Heç kimin gözündə qorxu yox idi. Hamının bir məqsədi vardı ki, vətənin dar günüdür. Biz vətən üçün canımızı verməyə belə hazırıq. İlk qələbə xəbəri, ilk azad olunan ərazi sizin üçün hara idi, olduğunuz istiqamətdə? Bizim vilayət postu vardı, onunla üzbəyiz düşmənin dayaq məntəqəsi vardı. Hansı ki, biz döyüşə-döyüşə gedib həmin o dayaq məntəqəsini alıb keçdikdən sonra artıq biz orada yəni hiss edirdik ki, biz artıq torpağımızın bir parçası da olsa belə həmin an üçün artıq qayıdıb. Bunun fəxarət hissi həddindən artıq böyüdü. Biz öz-özümüzlə qürur duyurduq, sevinirdik, həddindən artıq daha da irəli getmək istəyirdik. Bir məqama toxunmaq istəyirəm. Düşmən illərlə orada müdafiə xisətləri qurmuşdu, gücləndirmə aparmışdılar, istehkamlar, müxtəlif maneələr zolağı təşkil eləmişdilər və özlərinin həmin o müdafiə xəttini Ohanyan xətti adlandırmışdılar. Çətin idi o həddi keçmək.
Mümkünsüz deyilən bir şey yoxdur. O həmin xəttdə Azərbaycan əsgərinin məğrurluğu, Azərbaycan əsgərinin vətən sevgisi qırdı keçdi. Onların o hansı ki keçilməz deyilən səddin bizim Azərbaycan əsgəri, bizim vətənpərvərlik duyğumuzla, xalqımızın belə deyək duası ilə biz həmin o xətti çox asanlıqla keçdik. Düz itkisilərimiz oldu, şəhidlərimiz oldu. Müharibə təbii ki itkisiz, şəhidsiz olmur. Amma biz başardıq. O xətti keçməyi başardıq. Həqiqətən də bəzilərinə ümumiyyətlə bundan o qədər də məlumat olmayan kəslərə adi görünə bilər, amma həmən müdafiə səttlərini təsəvvürünüzə gətirin. Beton maneələr, tikanlı məftillər, tank əleyhinə xəndəklər, hansı ki tankın girib çıxa biləcəyi xəndəyin hündürlüyü var. O tankın xüsusilə də bilirdilər ki, Azərbaycanın arsenalda olan əsasən T-72 M1 tanklarıdır, M1 Aslan modifikasiya olunmuş və T-90 tanklarının keçə bilməyəcəyi, qalxa bilməyəcəyi səviyyədə xəndəklər qazmışlar. Piyadaların döyüş maşınlarının çıxa bilməyəcəyi səviyyədə xəndəklər qazmışlar, süni maneələr düzəltmişlər. Bu səddi keçmək, tələ minalar, müxtəlif vasitələrlə maneələr yaratmışlar və bu 30 il ərzində qurulmuş bir istehkam idi ki, ordumuz bunu elə qazimizin dilindən eşidirik, qısa bir müddətdə aşaraq keçdi. Mübariz bəylə söhbətimizə qaldığımız yerdən davam eləmək istəyirəm. Mübariz bəy, yəqin ki, hər yaralını da xilas eləmək olmurdu, şəhid olanlar olurdu. Hansı hissləri keçirdirdiniz? Məsələn ki, bir növ insanda bir niskinlik olurdumu ki, yəni niyə biz çatdırmadıq, niyə bəlkə də qala bilərdi sağ, bəlkə də təbii ki, biraz tez gətirsəydilər, biraz mühasirədən tez çıxsaydılar, qan az itirsəydi və s. Tibbdə belə bir şey var da, yaralının aldığı xəsarətin dərəcəsindən asılıdır bu məsələlər hamısı. Elə yaralı var ki, doğrudan da artıq ona kömək eləmək mümkün deyildi, çox təəssüf ki. Çünki ağır yaralılar da daxil olurdu bizim hospitallara. Mümkün qədər, nə mümkündürsə, bəlkə olduğundan da artıq qədər bizim personal həssas yanaşırdı. Amma təəssüflər olsun ki, ağırlıq dərəcəsinə görə bəzi itkilərimiz olurdu. Yəni yaralılar şəhid olurdu, vəfat edirdi. Onlar da birbaşa döyüş zonasından götürülmüş, belə deyək də, əskər zabitlərimiz. Açıq döyüşdən, açıq döyüşdən. Birbaşa kontaktda bəzən döyüşdən. olur ki, gecikmələr də olurdu götürüləndə. Gecikmələrində oraya girmək üçün elə ən azından tibb personaldır. Bəli, bizim bir üstə həmin vaxt o yaralıların təxliyəsində bizim 159 tibb personalımız yaralandı. 42 tibb işçisi, belə deyək də, həkim, orta tibb işçisi, sanitarlar şəhid oldu. Onların içində 7 həkim şəhid oldu. Bu həmin bu yaralıların təxliyəsi zamanı. Düşmən onları da vururdu. Bəli, düşmən hətta yaralını çıxardanda, poliodan götürəndə, zonadan götürəndə düşmən gülləsinə tuş gəlmişdi bizim. Çətin idi, bəli, həmən vaxtları. Hətta xanım, bilirsiniz də, məlumatınız var, bir xanım tibb işçimiz də orada şəhid olmuşdu. Bu bizim nəinki oğullarımızın, eyni zamanda qadınlarımızın mərdliyindən xəbər verir. O deyim var, aslanın erkəyi dişisi olmaz. Biz öz döyüş ruhumuzu orada ortaya qoyurduq. Xatırlayıram elə, düzdür, biz daha sonra həmən vaxtı dediyim müddətdə sentyabrın son günü idi deyəsən, biz oradan irəlilədik Alxanbəyli, Qaraxanbəyli istiqamətində. Qaraxanbəyli istiqamətində tam ola bizi buraxmadılar çünki o qədər ağır döyüş gedirdi orada. Mən xatırlayıram ki, saniyənin saliyəsində belə bir dayanma eşidə bilməzdiniz. Bəzən olur, atəşkəs dövründə atışma olur və yaxud nəsə təlimlərdə növbəli atış olur. Biz orada görürdük ki, həm motatıcı bölmələr işləyir, həm artilleriya işləyir, həm tanklar işləyir, həm piyadaların döyüş maşınları işləyir, PUA işləyir, mina partlayır, mina atanlar işləyir. Elə bir qoşun növü yox idi da, yəni biz onun səsini eşitməyək. Elə bir patlayıcı yox idi, bir qabaritinə görə ki, bir çapına görə ki, bizim mərmilərin səsini eşitməyək. Və həmin müddətdə, deyək ki, bizim tibb personalımız fəaliyyət göstərdiyi müddətdə mülki əhalidən hansı reaksiyaları görürdünüz? Çünki mən xatırlayıram elə Əhmədbəli hospitalında, Saatlıda və digər istiqamətlərdə insanlar necə böyük bir ajotaj var idi, yığışmışdılar. Pəncərələrdən hətta bizim qazilərimizə qışqırırlar, əl eləyirdilər, birtəhər yollarla onlara pay tədarük eləməyə çalışırdılar. Pay, geyim, iyanələr çox oldu təbii ki. Həmçin Beyləqan hospitalında olduğu biz orada bizə ambarı göstərdilər. Hətta bütün bölgələrə bizə imtina eləyirdilər artıq qəbul eləməyəcək. Yer yoxdur, ambarda yer yoxdur, zəhmət olmasa. Maşınlara yüklənirdi. Meyvəsindən tutmuş digər
paltar, corab kimi əşyalara qədər. Necə bir hiss idi? Xalqı o həmən vaxt Çox arxanızda qürurverici hissidir təbii ki. Mən deyirəm də o vaxtda onu yaşamaq üçün gərək o anlara qaydanda indidən adam biraz da həyəcan adam büyür. Doğrudan da çox qürurvericidir və insan olaraq bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bundan fəxr etməlisən, başqa yolu yoxdur. Və həmən günləri məncə bir də biz bəlkə də yaşamayacaq, tarix bizə nəsib eləməyəcək. Və həmən günlər, sonraki günlər, yenə antiterror əməliyyatı vaxtı da yenə deyim ki, mən koordinator olaraq Ağdam, Bərdə, Tərtər istiqamətində oldum. Orada da həmin formada bizim tibb personal tam düzdür, qısa zamanda Cənab Ali Baş Komandamızın rəhbərliyi ilə bir gün içində məsələlərini tapdı. Bu heç bəlkə də 23 saat 40 dəqiqə. Yəni bu adama biraz yuxu kimi də gələ bilərdi, amma bizim təşkilatlanmış ordumuz, qazilərimiz, Allah şəhidlərimizin qəni-qəni rəhməti olan sayəsində biz bu uğura da imza atdıq. Sosial şəbəkə platformalarında belə görüntülər yayılmışdı. Məsələn, xəstəxanalardan yaralı mahnı oxuyur, yarası. Yəni bizim mənim tanıdığım həkimlər var. Komadan ayrılanlar var idi. Onların video görüntüləri məndə var. İnşallah lazım olsa sizə də göndərəcəm. Bəli. Əməliyyat gedə-gedə musiqi sədaları altında hətta əskər oxuyur. Bəli. Əməliyyat gedir. Ağır əməliyyatda əslində qalsa, əskər ağrını hiss eləmir. Yetər ki, əskərə desinlər ki, filan sahə alınıb, onun döyüşdüyü sahə alınıb. Mən başıma gördüyüm bir qısa bir epizodu diqqətinizə çatdırım. O zaman mən Şirvan şəhər xəstəxanasına ezam olundum. Xəstələrin vəziyyəti ilə, triyajla, çeşidləməklə bağlı işlər tapşırılmışdı. Gördüm ki, əskər ağır halda da əslində qalsa yataq rejimindədir. Amma dilin altında zümzümə edir. Məni görəndə dedilər ki, bəs təbibdən gəlib belə. Deyir, mən cəbhəyə qayıtmaq istəyirəm. Əskərin bir ayağı yoxdur, travmatik amputasiya olub əskər. Bilmir. Ayaqsızdır. Bilir, bəlkə də hiss edir, özünün amma o dərəcədə qüruru aparır ki, ayağını bilir. Tibb bacısı da bunu ayağını işləyir, sanitar təmizlənmə işləri aparır. Deyir ki, biz o vaxtda həmən gün elan olunmurdu, aldığımız torpaq qarış-qarış, hər zərrəsi bizim üçün əzizdir, torpağın əzizdir. Ara ki, Qubadlıdan gəlmişdi həmin əskər, Qubadlı döyüşlərində iştirak edir. Biz Qubadlıda olmuşuq, elan eləmir. Şeyə də baxırlar, televizorda monitor qoyulub, dəqiqə bə dəqiqə, saniyə bə saniyə, hər kəs izləyirdi onu. Deyir, biz Qubadlıda olmuşuq, niyə elan olunmur? Mən qayıtmaq istəyirəm Qubadlıya. Yəni, belə cəsur, necə deyim, qeyrətli, vətənpərvər oğullarımızın hesabına bugün biz o qələbəyə nail olduq. Təbii ki, rəhbərliyin komandanlığı altında. Həqiqətən də bir qəhrəmanlıq dastanı idi. Hərbiçilərimizlə, ordumuzla, müxtəlif sahələr üzrə fəaliyyət göstərən şəxslərlə, mediamızla, informasiya müharibəsində iştirak edən jurnalistlərimizlə, həkimlərimizlə hamı var gücünü ortaya qoymuşdu. Elə var gücü demişkən, Novruz bəy, hansı istiqamətdə yaralanmışsınız? Füzuli Cəbrayıl istiqamətində yaralandım. Güllə yaralanması idi məndə. Amma ilk öncə yaranı hiss eləmirdim. Sarıl qoyub döyüşə davam etdim, amma sonradan texnikamızı vurdular. Artıq ondan sonra təxliyə olundu. BMP vuruldu. Bəli, desant bölməsindən mərmi düşdü, BMP-mizi vurdular bizim. Cəbrayıl Rüzgar kəndinə giriş hissəsində. Mən elə texniki imkanlara gəlmək istəyirəm. Məsələn, bizim piyadaların döyüş maşınları özünü necə göstərdi? İstəyir heyət tərəfindən, istəyir texniki cəhətdən. Həm heyətimiz peşəkar heyətdə idi, hansı ki artıq orada xidmət edən bizim müddətdən artıq hərbi qulluqçularımız idi, gizirlərimiz idi, texnikaları. Profesional ordu idi. Əlbəttə ki, profesional ordu idi. Həqiqətən döyüş maşınlarımızın fəaliyyəti çox yüksək səviyyədə idi, hansı ki gedə-gedə bizim tuşlayıcılarımız erməni postlarını, dotlarını vuraraq havaya uçurdurdular. Bu epizodlar gözümün qarşısında canlanır mənim. Həqiqətən biz hər dəfə mərmini, biz trimplexdən baxırdıq. Hər dəfə tuşlayıcının hədəfi tam tutuzdurmasında içimizdə bir sevinç desant bölməsində bizdə yaranırdı ki, həqiqətən də bizim ordumuz, bizim hərbçilərimiz, bizim heyətimiz məhv edə gedir. Düşmənə qan utdura gedir. Belə bir Azərbaycan filmi var, səhv eləmirəmsə. 2 BMP düşmənlə Azərbaycan ordusunun BMP-si üz-üzə gəlir və bir hərbi hissənin həyətində, asfaltın üzərində onlar BMP-lərin rəqsini eləyirlər, bir-birləri ilə fırlanırlar, bir-birlərini tuşlaya-tuşlaya və sonra da onların arasında bir diyaloq baş verir. Düşmən texnikaları ilə yaxın məsafədə üz-üzə döyüşünüz oldu mu? Düşmən texnikalarına yox, mühasirədə bizim maşın vurulandan sonra, mühasirəyə düşəndən sonra orada bir atışma oldu düşmən tərəfindən. Həmin atışmada çox şükür ki, şəhid vermədi, amma bizim hansı ki o desant bölmədə vurulan
hərbiçilərimiz vardı ki, bizim yoldaşlarımız, onlar yaralı idi. Yəni biz 4-5 nəfərlə həmin o mövqedə döyüşürdük, amma düşmən bizim üzərimizə gəlməyə risk eləmirdi, cəhd eləmirdi. Elə bir risk çoxdur. Düşmən geriyə çəkilməyə məcbur oldu həmin müddətdə. Hətta bizim tuşlayıcımız vardı, İsmailov İlqar. 2016-cı ildə də aprel döyüşlərində də fəaliyyət olmuşdu, çox yaxşı da fəaliyyəti olmuşdu. Həmin bir epizod var ki, İlqar mənim solumdadır, atırıq düşmənə. İlqar mənə deyir ki, komandirim, mən qalxım ayağa düşmənin üzərinə gedeyim. Onlar məni vursunlar, sən onların dəqiq yerini vur, sən onları vurcuna. Dedim, yox İlqar, ona ehtiyac yoxdur, bu şəkildə də davam edə bilərik. O dərəcədə artıq yəni, insan dişini dırnağına şey həqiqətən yəni, o dərəcədə artıq ölüm adiləşmişdi insanın gözündə. Yəni bir əməl var idi, o da qalib gəlmir. Ancaq irəli getmir. Təşəkkür edirəm hər iki qonağımıza. Çox maraqlı məqamlara toxunduq. İstəyir bizim fəlsəfə üzrə, tibb elmləri üzrə fəlsəfə doktorumuz, hörmətli Mübariz bəy çox maraqlı məqamlara toxundu və həqiqətən incəliklər var idi ki, insanın bir sarı siminə toxunurdu. Eyni zamanda qazimizin döyüş yolu, hər döyüşçünün keçdiyi döyüş yolu məncə bir kitabdır. Məncə bir neçə həyatın birləşməsidir. Çünki onun da döyüş yoldaşları olur, yaralılar olur, qazilər olur, şəhidlər olur və bütün bu mənzərəni gözü ilə görmək, yaşamaq hər kəsin, türklər demiş, kapasitəsində deyil. Yəni, beyninin qaldıra biləcəyi, psixologiyasının qaldıra biləcəyi bir şey deyil ki, bunun üçün də sonradan da, sağ qalandan sonra da mübarizə aparmaq və ayaq üstə qalmaq üçün bir iradə lazımdır. Təşəkkür edirəm hər birinizə, fəxr edirik, qürur duyuruq. Həm həkimlərimizlə, qəhrəman həkimlərimizlə siz də bildirdiniz. Bizim şəhid həkimlərimiz var, bizim qəhrəman həkimlərimiz var, yaralananlarımız var ki, onlar özlərini oda közə atırdılar bizim hərbiçilərimizin həyatını xilas eləmək üçün. Eyni zamanda hərbiçilərimizə, ordumuza təbii ki, bizim nə qədər təşəkkür eləsək, minnətdarlığımız sonsuzdur. Bugün biz zəfəri qeyd eləyiriksə, bugün bizim şəhidlərimizin qanı yerdə qalmayıbsa, biz bunu birbaşa olaraq ilk növbədə əskərimizə, Azərbaycan əskərinə, ordumuza borcluyuq və nə yaxşı ki, ordumuz var. Belə, əziz izləyicilərimiz, belə bir protokol var. Bir dövlətin mövcud olması üçün 4 əsas vacib şərt var. Əks halda onu dövlət kimi tanımırlar. Həmin dövlətin rəhbəri, xəzinəsi, ordusu və valyutası. Bu 4 amildən birinin hər hansı yer dəyişməsində müəyyən qədər dövləti formal olaraq əldə saxlamaq olur. Amma bir dövlətin ordusunun olmaması onun çöküşünə, işğalına və yaxud da dağılmasına səbəb ola bilər. Nə yaxşı ki, güclü ordumuz var, nə yaxşı ki, güclü ordu yaratmışıq, nə yaxşı ki, bu ordunun başında duran professionallar, peşəkarlar var. İstər diplomatik sahədə, istərsə də döyüş meydanında. Növbəti gündə görüşərik. Hələlik.